Yasamal rayonunda Mida yaşayış kompleksində bir otaqlı, tam təmirli və əşyalı mənzil kirayə verilir. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Paylaşımlarımızı bəyənib səhifəmizi takip etməyi unutmayın ki, satışa çıxarılan və yaxud da icarəyə verilən daşınmaz əmlaklar haqqında təcili, tam və ətraflı məlumatınız olsun. Hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlak bina evidir. Yerləşir Yasamal rayonunda Şərifzadə küçəsində yerləşən 3 saylı asan xidmətin arxasında təxminən 500-600 metrlik məsafəsində yeni salınmış Mida yaşayış kompleksində yeni inşa olunmuş 12 mərtəbəli binanın 12-ci mərtəbəsində ümumi sahəsi 40 kvadrat olan bir otaqlı, tam təmirli və tam əşyalı mənzil ailə olmaq şərti ilə uzun müddətli kirayə verilir. Binanın qazı, suyu, işığı daimidir, liftləri daimi olaraq işləş vəziyyətdədir. Binanın yerləşdiyi ərazi məktəbə, bağçaya və bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər 9, 10 və 7 B nömrəli avtobus xətlərinin sonuncu dayanacağına da çox yaxın bir ərazidə yerləşir. Əgər sizin də satmaq istədiyiniz və yaxud icarəyə vermək istədiyiniz daşınmaz əmlakınız varsa, bölgəsindən asılı olmayaraq daşınmaz əmlakınızın şəkil və videolarını çəkib bizə göndərsiniz və yaxud da zəng edirsiniz, biz özümüz gəlib çəkiliş edib özümüzə məxsus olan TikTok və YouTube səhifəmizdə sizin şəxsi telefon nömrənizlə paylaşım etməklə daha tez satışına və yaxud da icarəyə verilməsinə köməklik göstərə bilərik. Bir daha xatırladıram, bu mənzil yerləşir Yasamal rayonunda Mida yaşayış kompleksində 12 mərtəbəli binanın 12-ci mərtəbəsində ümumi sahəsi 40 kvadrat olan bir otaqlı, tam təmirli və tam əşyalı mənzildir. Ailə olmaq şərti ilə uzun müddətli kirayə verilir. Mənzilin aylıq kirayə haqqı 400 manatdır. Mida yaşayış kompleksinin daxilində 2 məktəb, 2 bağça və bütün yaşayış obyektləri fəaliyyət göstərir və bununla bərabər əvvəldə də bildirdiyim kimi 9, 10 və 7 B nömrəli avtobus xətlərinin sonuncu dayanacağı da Mida yaşayış kompleksinin daxilindədir. Dəyərli izləyicilər, bu və bu kimi daşınmaz əmlaklara sahib olmaq istəyirsinizsə və yaxud satmaq istəyirsinizsə, icarəyə verib icarəyə götürmək istəyirsinizsə 050 277 14 35 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə hələlik.